Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Avrasiya materikinin relyefi ilə bağlı olacaqdır. Bildiyimiz kimi Avrasiya materiki dünyanın ən böyük materiki hesab olunur və Avrasiya materikinin ucqar nöqtələrinə şimalda Taymır yarımadasında Çelyuskin burnu, şərqdə Çukot yarımadasında Deginyov burnu, cənubda Malakka yarımadasında Piyay burnu və qərbdə Piriney yarımadasında Roka burunları aiddir. Və Avrasiya sahəsi 54 milyon kvadrat kilometridir. Bunun 10 milyon kvadrat kilometri Avropa qitəsinə, 44 milyon kvadrat kilometri isə Asiya qitəsinə aid edilir. Avropa ilə Asiyanı biz ayıran sərhədlərə diqqət yetirsək, burada Ural dağları, Enba çayı, Xəzəryanı Orvalıq, Kumamanı çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizini nümunə göstərə bilərik ki, bunlar Avropanın Asiyadan yerləşən bir-birindən ayıran əsas sərhədlərə aid ediləcəkdir. Biz ilk öncə Avropanın relyefinə başlasaq, biz bilirik ki, Avropa özü iki böyük hissəyə bölünür, Qərbi Avropa və Şərqi Avropa. Biz Qərbi Avropanın şimal hissəsindən danışsaq, Qərbi Avropanın şimal hissəsi eksogen relyef formalarından əsasən buzlaqların bura təsirləri çox böyükdür. Xüsusən Skandinaviya yarımadasında buzlaqların təsiri burada özünü göstərir. Burada karlar, sirklər, moren təpələri, həmçinin fiord tipli sahillər burada geniş yayılmışdır. Və buranın əsas relyef vahidi Skandinaviya dağlarıdır. Bildiyimiz kimi Skandinaviya dağları qədim dağlardır. Paleozo erasında Kaledon Hersin qırşılığında yaranmış dağlara aiddir. Və ən hündür zirvəsi Qalxapikgen zirvəsidir və qədim ərazi platform ərazisinə aiddir. Həmçinin Avropanın şimalında İslandiya adası yerləşir. İslandiya adası isə tektonik cəhətdən bildiyimiz kimi bura geosinkronal zonadır. Ona görə burada biz çoxlu vulkanlara yenə rast gələ bilərik. Bunlardan da ən böyüsü Hekla, Bandarburqa, Eyjafjallajökull kimi fəaliyyətdə olan vulkanlar yerləşir və İslandiya adası da bildiyimiz kimi okean tipli tavaların, yəni Şimali Amerika və Avrasiya litosfer tavalarının bir-birindən ayrılması nəticəsində yaranmış divergentdə yerləşən adadır. Avropanın biz orta hissəsinə diqqət yetirsək, bu hissədə əsas relyef vahidlərindən biri Almaniya-Polşa ovalığıdır. Burada çayların gətirdiyi çoxlu çökmə suxurlara rast gəlmək mümkündür və bu ərazidə bilirik ki, Şimal dənizi ərazisi çökən ərazilərdir, enən ərazilərdir. Ona görə də bu enmələrin qarşısını almaq üçün deməli bu ərazilərdə ərazilər qurudularaq